də. İndi yəni prosta söz gəlmi forslanmaq üçün deyirəm də, ha? Hə, Rəşad. Burada Rəşad var, işləyən oğlan. İşləyir deyiləm, işdən çıxıbıcı. Özü yazan bəlkə də. Özü bəlkə yazan. Sizcə. Yazmağı? Hə. Yox, mən Bakılı deyiləm əzizim, mən Gürcüstan maralıyam. Hə, özümü tərifləyirəm də, Nursən. Gedirəm, 2-3 gündən sonra gedirəm də. Sözlər imkan verməyəcək. Əşdir, hə, o şeyi. Kim bezdirir? Gedirəm qızlar. Həkimə. Hə, sabahlarım dişim hazırdır, sabah inşallah qoyacaqlar. Bura sanatoriya deyil, yazıb. Ailəvi istirahət mərkəzidir. Sanatoriya müalicə olur, ya nə bilim nə olur. Bura sanatoriya deyil. Xudam inşallah mən gedəndə hər şey hazırdır. Demək, mebel gəlir, ondan pərdə gəlir, qab-qacaq gəlir. Full fox hər şey yeni olacaqdır. Evimizin remontu demək olar ki, bitmək üzrədir. Hara gedirsiniz Aymə? Irsetə. İnşallah çox sağ olurəm. Allah hər kəsin ürəyinə görə versin. Mətbəxi gözləyirlər. Hə, biz görməmişik niyə Allah haqqı ailə elə. Sən də bizdənsən, əlvət onc buradasan. Nağaraq, elə dana görməmişlə oturub durur. Can, beçərə. Rusiyadakı evimizə əzim, hə. Dişim bu elə yalancı dişdir. İnşallah sabah gerçək dişim olacaq. Amma sabah mütləq canını açacağım, çünki niyə dişimi göstərməliyəm hamıya. Sabah qızlar, axşam saat 9, 10, 11 arası məni gözləyin, təzə dişlərimlə çıxacağım ekrana. Ekranı tıklayın siz dədənizin canı. Yox, hələ bir şey yoxdur valla. İnşallah olanda, o nə deyirlər az ona? Gender patri eləyəcəm. Bütün görməmişdikləri eləyəcəm. Yox, az protez nədir, implantdır, bu yığalın, qarı əlməsin. Hə, valla. İndi Allah qoysa, demək kuxnamız zadımız gələndə elə didik hərəkətlər eləyəcəm. Bütün kuxnanın belə o üstü daşdan zaddan olacaq. Belə əlini şey eləyəndə zadda başqa cür olacaq. Dana sıv üstə yatıb eləyib elə videolar çəkdirəcəm. Görməmişdiyimi bütün hamıya millətə göstərəcəm. Valla, nari-mari, görməmişəm axı. Bilinir implant elə protez. Hə, dana bu yalancıdır, vremennikov. Yuxum gəlmir, təzə ayılıram. Hə, mən elə orada demişəm ki, moşunu elə ki, onun üstə yatacağım, qırılmasın. Mən stolun üstə görün nəyimizsə varsa, yavaş-yavaş gəlin. Onsuz şeyə qoşulmuşuq. Dana, bunu zaryadqası. Mərhaba əzizlərim. Çox sağ oluram, Allah sizi güldürsün. Hə, bütün demək tarixdə, yəni görünməmiş nə didiqlik var, hamısını eləyəcəm. Nə qarim, ay başı, baxıram daha didiq dünya gəlir. Nə qədər arı olsam da, ağıllı olsam da, yəni arsız olmaq daha məsələn. Çox sağ olun. Ay məsalam. Az boş verirəm dana, ben boş verməsəm elə danışmaram. Boş. Katil 9, hayırdır? Katil 9'uydu. Yaşım. Ha. Gecən xeyrə qalsın can. Aa, deyir ana sabah saat 9. Sən de mən canlıdayım. Get yaxınlaşdı. Yox Sara, 10 yox, 9 tamamda biz gələcəyik buraya. 9 sanda restoran. Hə. Ki biz çıxmalıyıq saat 1-də mən şəhərdə olmalım. Ya. Yaxşı. Bir dənə yadıma olsun düşmüşəm. Yaxşı can. Hə, protezim. Pulum çatmadı, implant qoydurmuşdum. Doktorla dalaşdıq, o da dişimi geri söktü, implantları protez qayardı qoydu. Nə qarim? Hə, çatmadı pulumuz. Nəyimiz? yazıb ki, dişim protez. Nə qarim? Birini dişdən söz düşmüşkən, biri diş həkiminə gedir. Aha. Dişin deyək, qabaqdakı sol diş ağrıyırmış.
həkim çəkəndən sonra bir, "Ha doktor, dən sağ ağrıyırdı." Onu da çəkdir çıxanda dostlarına deyir ki, "Başını qatdım, bir dişin puluna 2 diş çıxartdım." Getdiniz mi? Hə, nağara. Ha, gülürlər, xoş gəldin. Nağara. Hə, məndə də elə bil ki, həkimi yallatdım ki, pulunu verəcəm. O da baxdı ki, tanınmış məşhur bloger adam var. Ayda. Hə, gördü ki, hə, o da yazıq elə bildi ki, həqqi verəcəm nana. Elə tiş hazır olub implantları taxanda dedim, ay doktor, pulum yoxdur. Hə, o gözünə dönəndə eləmədi tənbəllik. Bütün implantları zat çəkdi, qopartdı. Dedi, ala. Dedi, bunu mu istəyirdin? dedi.